Salam aleykum, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, hər birinizi xoş gördük. Göyçay rayon Çərəkə kəndində, kəndin əsas yolunda, baxın yolun bu hissəsində demək Azəriqaza məxsus xəttdə, krankdan sızmaya baxın. Hələ qaz zəifdir, geniş bir sızma var, uzun müddətdir. Dəfələrlə müraciət olunub, çox təəssüf ki, hələ də tədbir görülmür. Göyçay rayon Azəriqaz İdarəsinin yaratmaz fəaliyyətindən Çərəkə kəndi əziyyət çəkir. Kənddə bu kimi hallar nə qədərdir. Amma çox təəssüflər olsun ki, Göyçay rayon Azəriqaz İdarəsi çek paylamaqdan, pul yığmaqdan başqa, bir də sayğacları bulomlamaqdan başqa heç bir iş görmür. Ancaq bunların xidməti fəaliyyəti pul yığmaqla, sayğacları bulomlamaqla və s. belə işlərlə məşğuldurlar. Vətəndaşın həyatını təhlükəyə atan Göyçay rayon Azəriqaz İdarəsi və onun rəhbərliyinin yaratmaz fəaliyyəti. Baxın, nə qədər belə yaratmaz fəaliyyətləri var ki, Çərəkə kəndində heç bir tədbir görülmür. Biz də TV23 olaraq Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Orxan Mürsəlova müraciət edirik. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Göyçay rayonuna ayırdığı nümayəndəmiz. Xahiş edirik ki, Göyçay rayon Çərəkə kəndində Göyçay rayon Azəriqaz İdarəsinin əsaslı təmir işləri aparılmasına tapşırıq versin. Və Göyçay rayon Azəriqaz İdarəsi də zəhmət çəksin, gəlsin bu kənddə olan bütün problemləri, narahatçılıqları aradan qaldırsın.